Bir neçə ay öncə bu hissədən siller çıxardıldı və gözlədik ki, bu hissə dolsun. İndi bura biz implant qoyacağıq. Burada aralanmış dişlər var. Damaqda vəziyyət yaxşı deyildir. Əslində breketlə bu dişlər o tərəfə getməlidir. Amma dişlər də bu səfər sümüyün üzündədir. Breket qoymağımız da bir riskli. Burada dişlər əldən gedəcək. Ondan əlavə bu arxa tərəflərdə, bu hissələrdə də görürük ki, dişlər yoxdur. Bu tərəfdə də diş yoxdur. Bu hissələrdə implant qoyacaq. Burada 2 ədəd dişimiz var ki, bunlar çəkiləcək, yerlərinə implant qoyacaq. Rentgendən də göstərim ki, böyük bir bu hissədə kistamız var. Təxminən 14 mm-in 7,5 bu dişin dibində böyük bir kistamız var ki, çəkib bunları da düzəltməli olacaq. İndi əməliyyatımıza başlayacağıq. Bir qorxu falan heç nə yoxdur ki? Yoxdur. Aha, başlayaq. İmplantımız tamamen sümüyün içindədir və bu bərpa olunmuş oldu. Və yuxarıda tikdik, indi aşağını açmışıq və buralara indi 2 ədəd implant qoyub çıxacağıq. Bir dənə bağlayırıq. Burada bir başqa bir nüansı nəzərə alaq, bağlayın, sıxın. Bu ən arxadakı diş gəlibcə bu 7-ci dişdir, gəlib damağa çatmalıdır. Ona görə biz biraz implantlarımızı qabağa qoyacağıq burada. Yapaycı vidalarını da bağlayırıq ki, implantlar açıqda qalmasın. Digər implantın da yapaycı vidası. İmplantları yerləşdirdik. 2 ədəd burada implant var, yerləşdirdik. Buradan əlavə qalan silleri çıxartdıq. Belə rahat şəkildə implantlarımızı qoyub, indi buranı tikirik, belə çıxırıq. Əməliyyatımız bu hissəsi də bitdi. Yuxarıya 1 ədəd, aşağıya da 2 ədəd implant yerləşdirmiş olduq. Keçirik indi o biri tərəfə. O biri tərəfə də baxsaq, bu iltihablı dişləri dediyim kimi çəkirik. Çəkəndən sonra dibində olan böyük kistanı qaşıyıb götürüb yerlərinə implantlarımızı yerləşdirəcəyik. Ağrı var mı? Diş çox kövrəlib. Çox kövrəldiyi üçün, yəni çox yumuşalı, pendir formasında belə deyək. Bunları oradan çıxardacaq indi. Dişin üstüdür, çürümüş hissələrdir. Digər dişin kötükləri. Burada bildiyimiz kimi böyük bir kista var. İndi biz bu kistanı buradan götürəcəyik. Bax, mən aləti belə elədikcə gedib burada kistaya dəyir. Sümüyü buradan götürüb biz özümüzə kistaya gedən bir yol açırıq. Böyük bir kista buradan çıxmış oldu. Böyle neçə illərdir ki, diş infeksiya ocağı kimi qalıb orada. Dört milimetrin 10 milimetre. İmplantımız tamamen sümüğün içinde. İmplantımız bir ədəd bura, bir ədəd də bura bağlanmış oldu. Bu implantın da qapağını bağlayaq. Kapayıcı vida. Burada çok böyük dəlikimiz var. Çok böyükdür. Bu qədər gelir girir. Böyük fındıq boyda bir yerdir. Buranı sümük tozuyla bağlayıb çıxacağıq. Böyük açırıq. Bütün çökəklikləri doldurduq və indi də tikib çıxacağıq buranı. Belə. Əməliyyatımız bitdi. Aşağı tərəfdə hər iki tərəfdə işlədik. Dişlər çəkildi, kista təmizləndi.
çəkilmiş diş nahiyəsində mediat implantasiya olaraq dərhal implant yerləşdirildi, sümük tozu ilə dolduruldu və təmizlənilib çıxdı. Digər bu tərəfdə hazır, yuxarı implantımız da hazır. Əməliyyat çox ağırlı idi. Xeyr. Ağrı vardı. Yox, real deyək, ağrı var yoxsa yoxdur? Bir damcı bu tərəfdə, bu sol tərəfdə. Kiste olan tərəfdə bir damcı. Dözülməz idi yoxsa? Yox, dözülməz deyildi. Aha. İndi heç bir şikayət, narahatlığın yox? Xeyr, heç bir. Keçmiş olsun. Çox sağ ol. Və planlaşdırıldığı kimi əməliyyatımız sona çatdı. Bu hissədə kistaları, böyük kistaları çıxartdıq. Burada 2 implantımızı yerləşdirdik paralel qaydada. Yuxarıya bir ədəd implant yerləşdirdik və aşağıda da burada da qalmış balaca silləri çıxartdıq və 2 ədəd də bura paralel olmalı implantlarımızı yerləşdirdik və beləcə pasiyentimizin işini bitirmiş olduq. Yəni dediyim kimi burada kistalar çıxdı, sümük doldu, sümük plastikası olundu, dişlər çəkilməyinə baxmayaraq çəkilən kimi direkt birbaşa implantlar yerləşdirildi və pasiyentimizə xeyirli uğurlu olsun deyirik. Rövşəni əməliyyat eləmişdik. Gəlib tikişlərini söktürməyə, tikişləri sökülüb. Bunu da bağlayaq ora. Rövşən ərkələdiyimiz pasiyentlərdəndir. Ona görə üzünü də çəkirik. Tikişlərin artıq həkimlər söküb. Bir də yerinə bir baxmağı fikirləşdik ki, görüm yeri nətərdir və əməliyyat sonrası Rövşənin təəssüratlarını alacağıq. Neçə gün keçib əməliyyatımızda? 10 gün keçib. Əməliyyatın yeri belədir. Hər hansı bir göyərimə, qızarma, şişkinlik görmürük. Biz buralara qoyduq da implant deyil. Bir ora, bir də bu tərəfə. Bir sağ, bir sol. İndi yaranın yerini göstərəcəyik. Bəs necə oldu? Şişkinliyindən tutmuş, ağrılarına qədər hər bir şeyimi danışaq. Ağrı olmadı, amma 1-2 gün şiş oldu bu tərəfdə. Adam arasında çıxan səviyyə deyildi şişə. Yo, normal, elə çox böyük şiş deyildi. Sağ tərəfdə olmadı, sol tərəfdə oldu. Sol tərəfdə. Sol tərəfdən biz böyük kista çıxartmışdıq buradan, böyük fındıqdan böyük bir 13-14 mm diametrində kista var idi, irin iltihab filan. İrin iltihablı yerlərə də biz sümük tozunu köçürməyimiz çox böyük risk daşıyan şeylərdəndir. Çünki sümüyün içinə düşmüş o irin iltihab sağalmaya bilir, daha da artıb çoxala bilir. Şükür ki biz yaxşı nəticə ala bilmişik. Yaraların yeri sağalıb eləyib. Qorxurdunuz burası siz ilk gələndə, yadında mı? Çox qorxurdunuz. Əməliyyat necə olacaq, nə edəcək, nətər təəssüratlar? Heç bir qorxuya ehtiyac olmadı. Əməliyyat super keçdi. İnşallah yavaş-yavaş sağalacaq. Hə, sağalacaq, qoyduğumuz sümüklər də bərkləşsin, eləsin, yavaş-yavaş nəticələrə baxacaq. Yuxarıda qoyduq biz implant. Yuxarıda bir ədəd yuxarı qoymuşuq. Doktor söküb oranı, bir baxaq, bir yaxından gəlib bir baxaq. Bu sümük köçürdüyümüz yer, implant qoyduğumuz yerlər, biz çətin bir əməliyyat getdik burada. Bu həmin bir hissədir. Yerlər sağalıb, yüngül bir şişkinliklər qalıb, 10 gün keçib üstündən, bu normal bir vəziyyət sayılır. Bu tərəfə bir baxaq indi. Bu tərəfdə də vəziyyət bu. Sağalır, eləyir, normaldır. Tikişləri təzə söktü. Bu da yuxarı hissədir. Buradan da tikişlər təzə sökülür. Yəni belə normal bir vəziyyətdə işlər davam edir. Tikişlər sökəndə ağrı oldu. Heç bir ağrı olmadı. Tikişlərdə də ağrı olmayıb. Xeyr, xeyr. Hə, heç nə, keçmiş olsun.